Allah bir çoxlarına neymətlər yazır, amma şərt də qoyur, haşiyə vurur. Haşiyə bundan ibarətdir ki, bu neyməti yazdım, amma dua eləsə verin, istəsə verin. İstəmək müqəddəratın şərtinə çevrilir. Allah təyin edir, amma şərt qoyur ki, dua etsə bu neymətləri ona yetirin, bu neymətləri ona verin. Neymətləri əldə eləməyin ən əsas yollarından biri dua eləməkdir. Dua ilə biz Allahın neymətlərini özümüzə cəlb eləyə bilirik. Bilirsiniz, niyə bəzi neymətlər bizə tərəf üz gətirmir? Sadə səbəbi var. Çünki biz dua etmirik, istəmirik. Dua ancaq problemli insanlar üçün deyil, çətinlikdə olan insanlar üçün deyil. Dua ibadətin məğzidir, dua bəndəliyin həqiqətidir. Dualarla çox məsələlərimizi həll edə bilərik. Dua fəaliyyətin əvəzini vermir. Yəni, dua fəaliyyətin yerini tutmur. İşləmək, çalışmaq, addım atmaq öz yerində. Amma bunu da bilmək lazımdır ki, mən nə edirəmsə eləyim, iş Allahın əlindədir. Bax, bu sadə həqiqətə biz inana bilmirik. İş Allahın əlindədir. Sənin çalışmağın bəhanədir, sənin getməyin bəhanədir. Onlar hamısı bəhanədir. Elə, çalış, oturma, amma öz çalışmağına yox, Allaha söykən. Ehtiyacı Allaha izhar elə. Allah da hər şeyi həll eləyən. Allah da çətinlikləri həll eləyən. Arxain olun ki, Allah sizin dualarınızı qəbul eləyəcək. Buna heç bir şübhəniz olmasın. Arxain olun ki, Allah sizi bağışlayacaq. Buna şübhəyə zərrə qədər yol verməyin. Bilmirsiniz kimə qonaq gəlmisiniz, kimin qapısına gəlmisiniz. Əmin olun, şeytan nə badə bu gecə sizə desin ki, birdən səni bağışlamadılar. Bu söz qulağınıza gəldisə bilin şeytanın pıçıltısıdır, şeytanın vəsvəsəsidir, nəfsin vəsvəsəsidir. Şeytan insanı məyus eləyir, deyir sən kimsən ki səni eşitsinlər. Amma Allah belə demir. Allah deyir sən mənim əziz qonağımsan. Necə sən kimsən? Sən mənim sevimli, istəkli qonağımsan. Mənim qapıma gəlmisən, mənim dərgahıma yönəlmisən. Necə mümkündür ki Allah onun dərgahına yönələni əl boş qaytarsın? Bütün dualar qəbuldur, buna şübhəniz olmasın. Bəzən Allah təxirə salır, qəbul eləyir, təxirə salır. Deyir vaxtı çatanda verin. O təxirə saldığı müddətdə biz üsyan eləyirik. Bax, pozuruq, qaydanı pozuruq. Deyirik, nə oldu bəs? Səbirsizlik eləyirik. Allah deyir, qəbul elədim. Təxirə salın, vaxtı çatanda verin. O bilir axı məsləhətimizi. Amma heç bir duanı bu gecə rədd eləmir. Heç bir duanı bu gecə qaytarmır. Buna əmin olun. Duanın ədəblərindən biri israrla istəməkdir. Davamlı istəmək, əl çəkməmək. Başqasına qarşı bunu eləmək yaxşı şey deyil. Deyər, bu nə üzdü adamdır. Bir dəfə dedi, əl çəkmir. Amma Allahın xoşu gəlir. Allah deyir, duada israr edin. Çox istəyin məndən. Çoxlu istəyin, çünki bu təvazökarlığı ifadə eləyir. Allahın qarşısında kiçilənlər böyüklük əldə eləyir. Allahla rəsmi danışmasın insan gərək. Səviyyəli danışmasın. Səviyyəli bu mənada ki, səviyyə saxlamasın. Allah müqabilində bir məqamı var insanın, o da bəndəlik məqamıdır. And olsun Allaha, vallahi and olsun Allaha, hansı bəndə israr elədisə, yəni davamlı istədisə Allah duasını qəbul elədi. And içir. Kim ki davamlı bir şey istəsə. Bu nəyi göstərir? Bu sədaqəti göstərir. Doğrudan da deməli, ümidini üzmür. Sadiq bəndədir. Davamlı dua bunu göstərir. Allah gör nə qədər mehribandır, deyir, əlini biri qaldırsa məndən istəməyə həya eləyirəm, utanıram əli boş qaytarmağa. Utanıram. Axı mənim bəndəm öz hörmətini saxlayıb, bu əlini heç kəsin qabağında gedib açmayıb. Necə ola bilər ki, heç kəsin qabağında əl açmayan bəndəm, mənim qabağımda əl açsın, mən onu əli boş qaytarım. Duanın ədəblərindən biri də budur ki, hər şeydən və hər kəsdən ümidini kəsib Allaha yönələsən. Heç nəyə arxalanmayasan Allahdan başqa. Nə qüdrəti var, nə dostu var, nə tanışı var, nə məqamı var, nə pulu var, nə sərvəti var. Hər şeydən ümidsiz olasan. Həzrəti Yusifi quyuya atanda qardaşları Həzrəti Yusifin dodağında təbəssüm görürlər. Görürlər Yusif gülür. Deyirlər Yusif niyə gülürsən, biz səni quyuya atırıq. Deyir bir zaman sizə baxırdın, deyirdim ki mənim bu qədər neçə dənə qardaşım var. Bu qədər qardaşım ola kim mənə ziyan toxundura bilər. Allahın işinə bax ki, indi sizin əlinizlə quyunun dibinə düşürəm. Allahdan başqa heç kəsə insan gərək söykənməsin, arxalanmasın. Allaha söykənək deyə işlər hamısı sənin əlindədir.
Ona görə də yəqin bilin ki, şübhə etməyin ki, dualarınız qəbuldur. Əgər istəməsəydi qəbul eləmək, dua eləməyə icazə verməzdi. Sadə bir şey. Deyirik Allaha ki, icazə vermisənsə dua eləyirik, deməli qəbul eləmək qərarındasan. Gətirmisənsə, sən adam ələ salmazsan. Buracan gətirmisənsə, artıq evdən çıxandan keçən dəfə dedim, Allah and olsun, bu mənim etiqadımdır, inamımdır. Mənim fikrimcə, məndən soruşsalar, deyərəm ki, bu cəmaat ki, evdən çıxıb bura gəlmək, Allah artıq bağışlayıb. Çünki gətirməyi cavab verməyi deməkdir. Dəvət eləməyi cavab verməyi deməkdir. Qismət eləyibsə, artıq cavabımızı verir. Onlara cavab ver, mən yaxındayam, məni uzaqda axtarmayın, mən düz yanınızdayam, qəlbinizdəyəm, mən sizi əhatə eləmişəm. Siz dua eləyəndə elə bilirsiniz, mən uzaqdayam, mən sizin yanınızdayam. İnni qərib, mən yaxınam. Məni çağıranları eşidirəm, yaxşı eşidirəm. Dua eləyənləri eşidirəm. Allah hansı dillə danışsın bizlə?